Herkese selam. Bugün sizlerle hazırlanması çok asan, ipek kimi yumuşaq bilinç resepti paylaşacağım. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Əvvəlcə qaba 2 stəkan un, 1 çay qaşığı şəkər tozu və 1 silmə çay qaşığı tuzu əlavə edib qarışdırıram. Daha sonra sütü hissə əlavə edib topaq qalmayana dək qarışdırıram. Üzərinə 3 yemək qaşığı duru yağ, 2 ədəd yumurta, yarım stəkan su əlavə edib təkrar qarışdırıram. Tavanı ocağa qoyub qızdırıram və azca yağlayıram. Tava yaxşı isindikdən sonra xəmirdən bir çömçə əlavə edib tavaya bərabər şəkildə yayıram. Bir tərəfi qızardıqdan sonra çevirirəm. Qalan xəmiri də eyni qayda ilə pişirirəm. Mən diametri 28 cm-lik tavada təxminən 13 ədəd bilinçik hazırladım. Və budur, ipək kimi yumuşaq, çox dadlı bilinçikləri hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.